Salam hörmətli tamaşaçılar. 24 News TV-nin efirində Ədəbi Üfüqlər verilişində xoş gördük hər birinizi. Ədəbi Üfüqlər verilişinin bu dəfəki qonağı sazı əzizləyən, sözü əzizləyən, sazı sığallayıb, sazdan, sözdən bir çələng oxuyan, səsi yerində, sözü yerində, barmaqları sədəfli sazın sarı simində olan Borçalı aşıq sənətinin istedadlı nümayəndəsi, aşıq şair Fərhad Əzizdir. Fərhad qardaşımız, xoş gəlibsən. Sağ olun. Və verilişimizin qaraçılarından biri, verilişimizin daimi aparıcılarından biri, folklorşünas bizim tədqiqatçımız, Borçalı ədəbiyyatının ağsaqqalı Əli Abbasdır, Əli müəllimdir. Əli müəllim, xoş gəlmişik. Hoş gelmiş. Deyirəm, verilişimizin bu yerində bir aşığın o incə barmaqlarının tellərə toxunmasının şahidi olaq. Sonra davam edək. İnşallah. Sağ ol. Əli müəllim, veriliş öncəsi söhbətlərimizdən məlum oldu ki, aşıq Fərhad özü haqqında təvəzzükarlıq eləyib danışmaq istəmir, danışmağı sevmir. Və sizdən xahiş edərdik ki, aşıq Fərhad Əzizi tamaşaçılarımıza tanıdasınız. Çox gözəl. Borçalı aşıq sənətinin nümayəndələri haqqında söhbət açanda, söz deyəndə mütləq gərək biz dünyasını dəyişmiş klasik aşıq ustad aşıqlarımızın haqqında da mütləq onların adını yada salmalıyıq ki, gələcək nəsil, gələcək aşıq sevərlər, saz sevərlər onu yavaş-yavaş yada salsınlar, yaddan çıxartmasınlar. Aşıq Sadıq, aşıq Kamandar, aşıq Əmrah, aşıq Hüseyin Saraçlı, Məhərrəm, aşıq Nürəddin Qasımlı, aşıq Məhəmməd Sadaqlı, aşıq Alxan Qarayazlı, aşıq Teymur və sairlərin adınla bərabər həm də bizim cavan aşıqlarımız var ki, onlar bugün onların qoyub getdiyi bütün o yolu, izi, aşıq yaradıcılığını davam elətdirir. Onlardan aşıq Şahbazdır, aşıq Həvəskardır, ondan sonra aşıq Haqverdidir, aşıq Mirzədir, aşıq Elşaddır, aşıq Xıdırdır və sairlərini demək olar. Və həm də mən orada bizim Samir, aşıq Samirləri də orada 2 nəfərdir, ona görə mən cəmhalda götürürüm, yada salmamaq günah olardı. Bütün bunlardan sonra isə bugünkü aşıq sənətinin yetkin, dolğun, ağayana, köklü sənətlərimizi, havalarımızı, havacatlarımızı yadında, yaddaşında, barmaqlarında yaşadan bir aşığımız da var ki, o aşıq Fərhad Əziz qardaşımızdır. Fərhad Əziz kimdir? Bu haqda deyim. Həm aşıq yaradıcılığında, onu da yada salaq ki, həm yaradıcı aşıqları var, həm ifaçı aşıqları var. İfaçı aşıqları odur ki, kiminsə sözünü oxuyur, dastan söyləyir, danışır, özündə heç nə yoxdur, amma
Yaradıcı aşıqlar isə özü həm yaradır, həm də ifa edir. Bizim Fərhad Aziz qardaşımız isə yaradıcı aşıqdır. Onun indiyənə kimi 5 kitabı işıq üzü görübdür və bu kitabların hamısı da aşıq sevərlər, folklorşünaslar tərəfindən yüksək qiymətləndirilib, qəbul olunubdur. Mən elə buradan Aşıq Fərhadı bu münasibətlə bir də ürəkdən təbrik edirəm. Oxucuların nəzərinə də çatdırıram ki, 6-cı kitabı Borçalı nəşriyyatının stolunun üstündədir. İnşallah bir xeyriyyəçi tapılıb o kitabı da işıq üzü görməyə çağırar. Aşıq Fərhad ali təhsilli mütəxəssisdir. Bakı İncəsənət Universitetinin fərqlənmə diplomla qurtarmış bir nümayəndəsidir. Aşıq Fərhad təkcə Borçalıda deyil, həm Azərbaycanda tanınmış, həm də Türkiyədə tanınmış bir sənətkarımızdır. Elə yeri gəlmişkən qeyd eləyək ki, neçə dəfə Türkiyəyə gedib, oradan qızıl medalla qayıdıbdır, gözümüzün qabağındadır bu. Sinəsindən də asmışıq. Azərbaycana gedib o forma. 3 dəfə mənlə bərabər Məhərrəm Qasımlının AzTV-də aşıq yaradıcılığına aid həsr elədiyi verilişdə iştirak edib və orada da öz diplomunu götürə bilibdir. Bəli. Sonra iş fəaliyyətinə nəzər salanda görürük ki, Aşıq Fərhad 20 ildən artıq Sadaxlıdakı mədəniyyət evində çalışıb və onun bu bacarığını, istedadını, öz sənətinə olan xoş münasibətini görən rəhbərlər onu dəvət edirlər rayon mədəniyyət evinə. 10 ildən artıq da, səhv eləmirəmsə də, Aşıq Fərhad 10 ildən artıq da orada direktorun müavini vəzifəsində işləyib. Amma müavin işləməyib, işləri bu görüb. Aşıq Fərhad rayon mədəniyyət evinə dəvət olunan zaman o orada müavin kimi əmrinlə gəlsə də, o müavin kimi işləməyib orada. Elə rəhbərliyin bütün işlərini aparıbdır, görübdür. Rayonumuzun mədəniyyətinə başçılıq edib. Bəli, başçılıq eləməklə bərabər həm də 12 nəfər mənə elə gəlir ki, saz həvəskarı olan cavanımıza, gəncimizə sazın sirlərini öyrədirdi. Yəni Aşıq Fərhad bu əmək yadından keçibdir, imtahanından keçibdir. 5 dənə kitabı var. Bu kitabların içərisində bütün onun 5-nin 2-sinə mən yəqin ön söz yazmışam, ya redaktorluq eləmişəm, yadımda deyil. 3-ünə. 3 kitabına mən ön söz yazmışam, o kitablara baxmışam. Yəni dediyim odur ki, mən Aşıq Fərhadın bütün yaradıcılığına tam bələdəm. Onun qoşmalarına da, divanlarına da, ithaflarına da gözəl qələmi var, gözəl ithafları var, gözəl həyata münasibəti var və gördüklərini şeiri. Ən əsası isə onda bir gözəl aşıq və şair dili var, yazmaq mənasında. Bunun da səbəbi odur ki, Aşıq Fərhad elimizə, obamıza ürəkdən, candan bağlı bir sənətkardır. Saz havasına gəldikdə isə həmişə qulaq asmışam. Elə 3 dəfə bir yerdə Bakıya getmişik. Orada Məhərrəm Qasımlının verilişində də qutarandan sonra müzakirə vaxtı ən yüksək xalı həmişə Aşıq Fərhad götürübdür. Doğrudur, orada bizim Borçalı aşıq nümayəndələrindən Aşıq Şahbazdır, rəhmətli Aşıq Qərib də iştirak edirdi, Axverdi də iştirak edirdi. Amma onların içərisində mənə elə gəlirdi ki, Aşıq Fərhadın xüsusi olaraq özünün yeri var, özü hiss olunurdu bu. Mən istəyərdim ki, Borçalı aşıq sevərləri mütləq Aşıq Fərhadın kitablarınla, şeirlərinlə, qoşmalarınla, divanisindən tanış olsun və həmişə də doğrudur bir balaca biz Aşıq Fərhadın fasilə verdik görüşməyinə, çıxışlarına, çalmağına, aşıq havalar. Amma mənə elə gəlir ki, gələcəkdə bunların hamısı öz yerini tapacaqdır. Çünki İnşallah. Aşıq Fərhad bugün sazı əlində, Meydandadır. Tanrı payı olan sazımızı sinəsində studiyalarımıza gəlir. İkinci dəfədir ki, biz burada bu gözəl studiyada
24 Neft'te iştirak edirik. Onunla beraber inşallah bundan sonra da olacaktır. Bir şey size diyeyim ki, Aşıq Ədalət bir cümlə işlədirdi həmişə vaxtı ilə. Allah rəhmət eləsin. Ustad aşıqlarımızdan biri də oydu. Birisi də gözəl barmaqları var idi və özünü təsdiq eləmişdi. Deyirdi ki, Azərbaycan aşıq sənətinin qıfılı Göyçədə, açarı isə Borçalıdadır. Fikir verin, əgər bu cümlə sözün əsl mənasında Borçalı aşıqlarının, Borçalı aşıq sevərlərinin, Borçalı folklorşünaslarının üstünə çox böyük yük qoyur. Bəli, bəli. Bunun arxasında həm məntiqi məna var, həm də dəyərli söz. Bu bizə verilən qiymət. Tamamilə doğrudur, müəllim. Mən bu arada istəyərdim ki, Aşıq Fərhad ruhdan düşməsin, bir balaca nasazlayıbdır. Allah kömək olsun. İnşallah elə bilirəm ki, bunlar keçib gedəcəkdir və Aşıq Fərhad yenə Borçalı aşıqlarının içərisində öz yerində durur və addım-addım da irəli gələcək inşallah. İnşallah. Buyurun. Və Əli müəllim, sizin sözünüzə qüvvət. Fərhad Əziz təkcə sıradan bir aşıq deyil. O həm də Tanrı tərəfindən fitri istedadla mükafatlandırılmış bir şairdir. İncə qəlbli, həssas və duyğulu bir söz adamıdır. Tarixən üzü Dədə Ələsgərdən bəri saz və söz qoşa olubdur, məclislərdə qoşa dayanıbdır, yanaşı dayanıbdır. Bu mənada Aşıq Fərhad həm xoşbəxt aşıqdır, həm də xoşbəxt şairdir. Və bu barədə aşığın özü, şairin özü bir bəndində birə yazır şeirlərinin birində. Borçalıda gənc aşıqlar az deyil. Həm aşıq, həm şair bir mənəm. Sanıram ki, sizin üçün kiçik dost, səsinizə səs verməkdə gür mənəm. Qoy desin görə bu şeir neçənci ilin məhsulu Həqiqətən də aşığın yaradıcılığının bax sübutu olan bu kitablar üçü bugün mənim əlimdədir burada. Tamaşaçılara nümayiş elətdirirəm. Və şairin kitabları, Əli müəllim siz qeyd elədiyiniz kimi 5 kitabı var. Sözlü Dünyam, Söz ruhumda, Saz ruhumdadır, bağışlayın, Saz ruhumdadır. Əlim haqqın ətəyində, Borçalıya gəl və Sarı Tel kitablarıdır ki, hazırda oxucuların deməli stollarının üstündədir. Fikir verirsinizmi? Bu kitabların adının özündə də bir Borçalı bədiliyi var. Bəli, əlbət ki. Ona görə ki, Aşıq Fərhad hara su içibdir? Borçalı su içibdir. Borçalı dağlarının, o buz bulaqlarının suyundan içibdir. Onun şeirlərində Borçalımızın çoxlu bulaqlarının adları var, meşələrinin adları var, yer adları var. Və Borçalı suyu içən, Borçalı havası udan bir yazar, bir qələm sahibi ola bilməz ki, vətən haqqında, Borçalı haqqında yazmasın. Mən çox üzr istəyirəm, elə yeri gəlmişkən Aşığın müşayiətinlə mən onun Borçalıya gəl adlı şeirini oxucuların diqqətinə çatdırmaq istəyərdim. Aşıq məclisindən, ahıl sözündən xoş ləzzət almağa Borçalıya gəl. Əyilib zəmzəmin içək gözündən cənnəti bulmağa Borçalıya gəl. Vurğunam gözələ hamıdan betər, Yusifin dərisi Züleyxa qədər. Silinsin qəlbindən qəm, qüssə, kədər, xəyala dalmağa Borçalıya gəl. Haqqın, ədalətin çıxma yolundan, fağırın, halsızın yapış qolundan, pis yolu tutanın getmə dalınla, Gülşəndə qalmağa Borçalıya gəl. Aparaq seyrinə əziz qonağı, görsün Vələstini, Turş bulağını, Kəkotu, Qulançar, Quzu qulağı, qarışıq yolmağa Borçalıya gəl. Fərhad Əziz görüb hər çoxu azı, insanın alnına yazılıb yazı, könüllər coşduran sədəfli sazı götürüb çalmağa Borçalıya gəl. Və ona görə də Fərhad Əziz bəli, sazınla, sözünlə Borçalımıza gəlibdir
və sazımızı, sözümüzü Borçalıda yaşatmağa gəlibdir. Və siz bayaq qeyd elədiniz, mən oxuculara, tamaşaçılara bir qədər ətraflı məlumat vermək istəyirəm. Fərhad Əzizin deməli Türkiyədə Aşıq Murad Çobanoğlu'nun anım gününə dəvət olunmuş, hansı ki Qars şəhərində keçirilirdi. Qars icra hakimi oranın indi bilmirəm nə görə deyirlər. Yəni yerli hakimiyyətin təşəbbüsü ilə, təşkilatçılığı ilə orada keçirilirdi və oraya 320 nəfər aşıq, şair, yaradıcı insanlar dəvət olunmuşdu. Və çox maraqlıdır ki, bu 320 nəfər içərisində qalib gəlmiş, qızıl medal almış aşıq kim olsa yaxşıdır? Elə bizim Borçalı aşığımız Aşıq Fərhad Əziz qızıl medalı Borçalıya gətirmişdir oradan və bu münasibətlə gec də olsa biz aşığı təbrik edirik. Və bu barədə Türkiyədə çıxan Anadolu Günəşi qəzeti böyük bir məqalə dərc edib ki, Borçalıdan gəlmiş aşıq Türkiyədə deməli, bəli, bu boyda aşığın içərisində belə bir uğur qazanmışdır, belə bir mükafat qazanmışdır. Və mənim bir də diqqətimi çəkən bir məqam nə idi? Aşığın bayatlarını vərəqləyəndə rəhmətli Zəlmixan Yaqubun bayatçısıyla səsləşən bir bayatıya rast gəldim və o bayatı məni tutdu və istəyirəm onu tamaşaçılar da bilsin. Böyük şairimiz, dahi şairimiz yazırdı ki, əzizinəm Qarsa yaz, bura yazdı Qars ayaz, qələm qurbanın olam, qismətimi Qarsa yaz. Aşıq Fərhad da Qarsa gedəndə yazır ki, əzizinəm Qarsa gəl, türkəm deyən varsa gəl. Azad aşıqlar şöləninə Qarsa, Qarsa, Qarsa gəl. Və bu səsləşmə çox gözəl alınır və bizim Türk dünyasının aşıq festivalının, aşıq şöləninin keçirildiyi bir məkanda aşığımızın, Fərhadımızın iştirakı həqiqətən qürur vericidir, həqiqətən diqqətə layiqdir, tərifə layiqdir. Və bu yerdə yenə aşığımızdan bir saz havası xahiş edək, sonra məclisimizi davam edək. Sazımızın tellərinə qurban olum. Bu aləti yaradanın əllərinə qurban olum. Saz nəfəsim, saz canımdır. Saz qanımdır, həm canımdır. Saz dinimdir, imanımdır, zillərinə qurban olum. Fərhad sazın vəfadarı, unudarmı ustadları? Aşıqların vurduqları güllərinə qurban olum.
Aşıq Fərhad yazır ki, naşı adam hardan bilsin saz nədir? Allah verən bir nemətdir sazımız. Ta Adəmdən üzü bəri bizdədir. Dindir, dildir, mərifətdir sazımız. Ədəb, ərkan, doğru yolu bildirən, qartalları zirvələrdən indirən, bülbüllərə həvəs verib dindirən, sevənlərə məhəbbətdir sazımız. Dərdlilərə məlhəm olan bir ilac, həm bəşərdir, həm silahdır, həm də tac. Haqqı sevən heç qalarmı naəlac? Böyük məktəb, bir hikmətdir sazımız. Fərhad deyir, alətlərin piridir. Şairlər, ozanlar ölmür, diridir. 5 kitabın səbəbkeşi biridir. İbadətdir, ziyarətdir sazımız. Sazımızı zirvələrə qaldıran, sazımızı pirləşdirən, nurlaşdıran, sazımızı ellərimizə, obalarımıza tanıdan, sevdirən Fərhad kimi ustadlara eşq olsun, ərməlim. İnşallah Aşıq Fərhadın 6-cı kitabı da elə bu möhtəşəm, bu gözəl studiyada təqdim olunar. Çox gözəl. Ərməlim, siz bir tədqiqatçı kimi, bir ədəbiyyatşünas kimi, bir folklorşünas kimi bir çox şairlərlə, bir çox yazarlarla tanışsınız, onların yaradıcılığıyla tanışsınız, onların yaradıcılığını tədqiq edibsiniz. Bəs Fərhad Əziz yaradıcılığında sizi çəkən, sizi cəlb edən hansı məqamlar olubdur? Fərhad Əzizin yaradıcılığını, şəxsiyyətini, özünü, sənətini, şeirlərini mənə sevdirən 3 cəhətdir. Bunlardan biri Fərhad Əziz əməksevər bir, yaradıcı bir aşıqdır, məhsuldar bir aşıqdır. Yəni ki, bu sənətdən məşhur ola-ola, bu qədər iş görə-görə və sazımızı, Tanrı payı olan sazımızı bütün dünyaya car eləyə-eləyə o, eyni zamanda onunla birlikdə gözəl 5 kitab yazıbdır. Bax, bu onun əməksevərliyi, zəhmətsevərliyi, məhsuldarlığıdır. İkincisi, Fərhad Əziz bütün varlığı ilə Borçalıya bağlı bir sənətkarımızdır. Çaylarımızın oxuduğu şirin nəğmələr, bulaqlarımızın pıqqıltısı, quşlarımızın o gözəl səsi, güllərimizin ətri Aşıq Fərhadın yadında, yaddaşında yeni şeirlərin yaranmasına sövq edir onları. Ona görə də bax, bu sahələrdə Fərhadın. Bir də ən əsası da odur ki, Aşıq Fərhad aşıq sənətimizin 72 havasının hamısını tam mükəmməl öz sazında çalmağı bacarır və mən bunu dəfələrlə şahid olmuşam. Yadında olar. 3 dəfə biz AzTV-nin Məhərrəm Qasımlı aparan verilişində iştirak eləmişik və orada İran aşıqları da bizlə bərabər çalıb, amma Aşıq Fərhadın sazı, sözü, çaldığı havalar, bizim aşıq havalarımız olan xoş münasibəti, ürəkdən vurğunluğu özünü tam bürüza veribdir. Mən orada dedim, yadınızda olar, Aşıq Fərhad, dedim ki, İran aşıqlarımız da var, Göyçə aşıqlarımız da var, Şirvan aşıqlarımız da var. Amma Borçalı aşıqları tamam başqadır. Nəyi başqadır? Dedim ki, Borçalı aşığı birinci dəfə əlindəki təzyiyyənləri simə çəkəndə mən onu bilərəm, Borçalıdandır ya hardandır. Mübahisə oldu. Yadınızda olar. Dedim ki, qoyun pərdənin dalında ikisini də. Bircə dəfə əllərini simə çəksinlər, mən deyim, hansı Borçalıdır? Qardaşım, bizdə bir yanrıllıq var. Bizdə bir sazımıza, sözümüzə, elimizə, obamıza, torpağımıza, folklorumuza, adət ənənəmizə, dastanlarımıza bir məhəbbət var, sonsuz bir məhəbbət var və biz hər hansı bir havanı çalanda onu yaşayırıq.
Və Sağ olun müəllim. Fərhad Əziz də bunu eləyir. Ona görə Fərhad Əziz bax bu üç xüsusiyyətdən mən tam Gözəl qiymət verirsiniz aşığın yaradıcılığına və mən Fərhad Əzizin kitablarını vərəqləyəndə orada rast gəldim ki, bizim Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təəssüf ki, keçmişdə qaldı, bağlandı. Vaxtilə çox gözəl fəaliyyət göstərirdi bu mərkəzimiz. O mərkəzin mədəniyyət şöbəsinin müdiri olmuş bizim dostumuz Mikayıl Mustafazadə, Allah rəhmət eləsin, bəli, həm də bir maarif işçisi idi, bilirsiniz. Yazır ki, bir məclisdə mən Aşıq Fərhad Əzizi dinlədim. Ona qədər mən Fərhad Əzizlə tanış deyildim və gördüm ki, bir aşıq məclisdə elə çalır, elə belə yazır. Aşıq Əmrah kimi yumşaq və rahat oxuyurdu. Çaldığı havalar da çox səlis və təmiz idi. Bax, Aşıq Fərhad yaradıcılığına belə qiymət verib dinləyicilər vaxtı ilə. Və Fərhad Əziz bildiyimə görə elə indinin özündə də saza bağlı bir ömür yaşayır. Sazla nəfəs alır desək, yanılmarıq. Təsadüfi deyir ki, heç də şeirlərinin birində yazır ki, baş divani əlim, dilgəmi dilim, sarıtel gülşənim, dübeyti gülüm, cəngi ilə yaşayan, misri ilə ölüm, öləndə siz məni sazla götürün. Qıraq olsun, ölüm uzaq olsun və bu bir aşığın mayra gəlir ki, bir aşığın öz sənətinə verdiyi qiymətdir, verdiyi dəyərdir ki, Aşıq Fərhad dostu olduğu, yoldaşı olduğu sazına, sözünə bu cürə qiymət verir və şair Fərhad Əziz gözəllik aşiqidir desək yanılmarıq. Vətən təbiətinin gözəllikləri onu ilhama gətirir. El gözəlləri ona o Yusif Züleyxa dastanındakı Züleyxanı xatırladır. Ona Züleyxa kimi görünür və şeirlərində onun Borçalının zəhmət adamlarının, Borçalının adlı sanlı adamlarının tanıdılması var, rast gəlinir və Borçalı gözəllərini də yadından çıxartmır və yeri gəldikcə Borçalı gözəllərinə də gözəl misralar həsr eləyir və şeirlərinin birində yazır ki, Allahım nə olur yazma günaha, gözələ baxdıqca baxmağım gəlir. Yusif Züleyxanı salır yadıma, canımı odlara yaxmağım gəlir. Sürə Borçalı gözəllərini vəsf eləyir, Borçalı gözəllərinə tərif deyir Aşıq Fərhad Əziz və Bu yerdə bir şeirdə mən deyim, həmən o sevgi. Elə bu yerdə aşığın öz ifasında bir şeirinə qulaq asaq. Sazla. Əlbəttə, sazla da olar. Damarımda qanım, cismimdə canım, sinəmdə döynən ürəyim sənsən. Sənsiz olmayaydı kaş bir canım, havam, suyum, duzum, çörəyim sənsən. Güləndə sevincim, ağlasan qəmim, çəməndə çiçəyim, çöllərdə zəmim, havada qanadım, dəryada gəmim, mələklər içində mələyim sənsən. Fərhada buta olay mənim gülüm, gəl qoşa dayanaq sarı bülbülüm, mən ölsəm əllərin əlimdə ölüm, yaşasam həmişə gərəyim sənsən. Borçalının 3 damarı var. Borçalda başlayıb, Borçalda qurtaran çayı var. Bu çaylardan biri Ehram çayıdır.
O birisi Tona çaydı. Tona çayıydı. Ona göre ki Tona çayını bile ürəyindən dedin ki, biz Hümmət Tona çaylı deyirik. Qoy tamaşaçılar da bilsin. Bədii yerlərdə Hümmət Tona çaylı deyirik. Və üçüncü çayı isə Alget, ona el adından Əliyət deyirik. Bu çayların da axarı vaxtı onların özünün oxuduğu bir musiqi var. Oxuduğu bir hava var, bir nəğmə var. Məsələn, bir bayram günü, Novruz bayramında bir günü Tona çayla Ehram çayın qovuşduğu yerdə, o dalğaların birləşdiyi yerdə lap səhər ilkən Babəkər dağlarının o üzündən ki günəş çıxır təzə, həmən onda mən orada olmuşam və o dalğaların birləşdiyi vaxtı sevinçdənmi, Allahın verdiyi kərəmətdənmi onların gözəl bir musiqisi alınıb orada. Mən onu, həmən nəğməni, həmən musiqini Borçalının sarı telinə bənzətmişəm. Mümkünsə bizim aşığımız elə həmən sarı teli bugün burada ifa eləsin. Hörmətli tamaşaçılar, məlumat üçün bildirim ki, yuxarıda da bu barədə bir qədər söhbət getdi. Müəyyən səbəblər üzündən Aşıq Bəhrad Əziz bir müddət burada olmayıbdı. Lakin indi vətəndədir və inşallah gələcəkdə Borçalımızın sazlı sözlü meydanında həmişə olacaqdır. Buyur Aşıq, verilişimizin sonuna gəldik, çatdıq və sizi dinləyək. Sağ olun, hörmətli tamaşaçılar, gələn görüşlərə qədər. Gəl balam ay damarımdan ay bağlam ay bağlam ay bağlam dövreyleyen sağ kanım sana ay sarı tel ay sarı tel ay la la la. Canı verdim ay bağlam ay bağlam ay bağlam bir canıma. Sen canımsan, sen canımsan ay sarı tel ay sarı tel ay la lay lay la lay la. Damarında dövreyleyen saf kanım sana ay sarı tel. Canı verdim bir canana, sen canım sana ay sarı tel. Vurğununam necə danım, telli sazdı şöhrət şanım. Səndən keçsin hər bir anım, vüqarım sana ay sarı tel. Ay Ferhat değil ay bağlam ay bağlam ay bağlam Mehdi dağlam. Həmkarımdır şair ozan ay la lay lay ay la lay lay ay la lay. Ay məlhəmimə xudam yazar. Dermanım sana ay sarı tel ay sarı tel ay la lay lay ay la lay la.
Zat deyil əhdi danan, həmkarımdır şair, ozan. Məlhəmimə xudam yazan, dərmanım sana isar tel. Sağ ol, aşıq, sağ ol.